İsmaildə belə villa görmüşdünüz. Bax, yeni istifadəyə verilibdi dostlar. Gəlmişəm çəkməyə. Çox gözəl, həqiqətən də çox gözəl villadır. Həyətdə belə istiponla mətbəxi var, cam balkonla. Baxın, birbaşa hovuza açılır. 7-8 qardaş, hovuzdan rahat istirahət edirsiniz. Baxın, 10-15 nəfərin yerləşə biləcəyi belə bir söhbətgahımız var evin önündə. Evin göstərim daxilin. Çox gözəl aurası var, gözəl dizayn verilib ev sahibi tərəfindən, həqiqətən də. Gözəl belə bir mətbəx, geniş, bütün əşyalarla təmin olunub. Hətta mətbəxdən birbaşa besetqaya açılan qapıdır. Zal da genişdir, hətta onu da qeyd edim ki, divanlar belə açılıb, 10-15 nəfər burada rahat qala bilər. Keçirəm növbəti otaqları göstərməyə sizə. Onu da qeyd edim ki, özəlliyi odur ki, 2 dənə burada sanuzel var, baxın. Və otağımıza keçirik. Geniş otaqdır, taxt, güzgüsünə, dolabına kimi burada mövcuddur dostlar. Təmizlik də göz qabağında tam ideal şəkildə. Və keçirik növbəti otağa. Bu otağımızı da təqdim edirəm. Burada da 3 dənə yataq otağı. Bir daha təkirəm 10-15 nəfər, 2-3 ailənin gəlib burada istirahət edə bilərsiniz. Göz oxşayan mebellər, hər şey zövqlə seçilibdir. Növbəti otağa keçirəm. Və burada da bir dənə taxt, bir dənə tək kravat, yenə dolab, güzgü, hər şeylə təmin olunub ev sahibi tərəfindən. Və sonuncu otaq. 2 dənə də burada tək kravat, dolab, çox keyfiyyətli əşyalarla təmin olunubdur. Və sonda bir də evin çölünü göstərirəm dostlar. Gəlib siz də ailənizlə, ailə dostlarınızla bu gözəl məkanda istirahət edə bilərsiniz.